Hörmətli izləyicilər, əziz həmvətənlər, bundan öncəki video çarxlarımızda sizə Əhl-i Beyt imamlarının həqiqi məzhəbi silsiləsindən 4 mövzuya toxunmuşduq. Həmin mövzular sırasıyla bunlar idi. Əhl-i Beytin səhabələrə münasibəti, Əhl-i Beyt imamlarının şiələr barədə dedikləri, Əhl-i Beyt imamlarının tövhid etiqadı, Əhl-i Beytin siğə nikahına münasibəti. Həqiqi Əhl-i Beyt məzhəbi silsiləmiz hələ də davam edir. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salavat və salam olsun Rasulullah Muhammədə, onun ailəsinə, səhabələrinə və onların yolunu izləmiş hər kəsə. Bu video çarx Əhl-i Beyt məzhəbinin həqiqi mahiyyətini ortaya qoymaq, Şiə məzhəbində bu xüsusda meydana gələn təhriflərə cavab vermək məqsədi daşıyır. Bu video çarxımızın mövzusu saqqalın uzadılması, bığın qısaldılması və paltarın topuqdan aşağı salınmasının qadağan olması haqqındadır. Mövzu ilə əlaqəli Əhl-i Beytin orijinal mövqeyini məhz Şiə məzhəbinin mötəbər mənbələrinə əsasən aydınlaşdıracağıq. Saqqal saxlamağın vacib olması. Peyğəmbər Allahın salavatı və salamı onun üzərinə olsun buyurmuşdu. Allah Adəm Peyğəmbərə gözəllik olaraq qapqara saqqal əta etmiş və ona bu cür demişdi: bu saqqaldır, səni və qiyamət gününə qədər sənin övladlarından olan kişiləri bununla gözəlləşdirdim. Şiə mənbələrində Əhl-i Beytdən nəql olunmuş bu hədisdən də aydın olur ki, bəşəriyyətin atası sayılan Adəm əleyhissalam da məhz saqqallı şəkildə yaradılmışdı. Bu rəvayətdən də aydın olduğu kimi, saqqal həm kişilik, həm də fitrət simvoludur. Bu, Allahın Adəm övladlarına verdiyi bir zinət, bir gözəllikdir. Belə ki, uca Allah qadınlara saçı, kişilərə də saqqalı zinət olaraq bəxş etmişdi. Saçsız qadın kimdirsə, saqqalsız kişi də odur. İlk insan və ilk Peyğəmbər Adəmdən Muhammədə qədər gəlib keçmiş bütün Peyğəmbərlər də saqqallı olmuşlar. Buna işarə olaraq Qurani Kərimdə belə bir ayə zikr olunmaqdadır. Musa dedi: ey Harun, onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, ardınca gəlmədin, əmrimə qarşı mı çıxdın? Harun dedi: ey anamın oğlu, saqqalımdan, saçımdan tutma. Doğrusu mən sənin İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın deyəcəyindən qorxdum. Bəli, bu ayədə saqqal saxlamağa bir əmr olunmasa da, lakin dolayısıyla bir Peyğəmbər olaraq Harunun saqqallı olmasına gözəl bir işarə var. Həm də elə həcmdə bir saqqal ki, o saqqaldan tutmaq, yapışmaq da mümkündür. Həmçinin onu da qeyd edək ki, saqqal saxlamaq və bığları qısaltmaq əslində fitri sünnətlərdəndir. Yəni, kişi fitrətinin bir tələbidir. Belə ki, bu haqda İslam Peyğəmbəri belə demişdi. Fitrətdən olan 5 şey bunlardır: dırnaqları kəsmək, bığı qısaltmaq, qoltuq altını təmizləmək, cinsiyyət orqanının ətrafındakı tükləri təmizləmək və sünnət olmaq. Şiə mənbələrində qeyd olunan başqa bir hədisdə isə Əhl-i Beyt öndəri Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu: Məcusilər, yəni atəşpərəstlər saqqallarını qırxar, bığlarını isə uzadarlar. Biz müsəlmanlar isə bığlarımızı qısaldar və saqqallarımızı uzadarıq. Burada Rasulullah açıq bir fərqləndirmə edir. İslamın simvolu olaraq saqqal uzadılmalı və bığ qısaldılmalıdır. Bu həm şəxsiyyət, həm fərqlilik, həm də itaət əlamətidir. Yenə Rasulullah sallallahu aleyhi və səlləm buyurur: bığlarınızı qısaldın və saqqallarınızı öz halına buraxın, məcusilərə oxşamayın. Bu əmrlə Peyğəmbərimiz Allahın salavatı və salamı onun üzərinə olsun, müsəlmanın fərqliliyini, şəxsiyyətini vurğuluyur. Bu hədis həm Şiə, həm də Sünni mənbələrində eyni mahiyyətlə yer almışdı. Başqa bir hədisdə isə belə buyurulur: bığlarını qısaltmayan bizdən deyildi. Rasulullahın bu qədər açıq və sərt buyuruşuna baxmayaraq, təəssüf ki, bugün bir çox Şiə təəssübkeşi bu sünnəni tərk etmişdi.
Bığların qısaldılması ilə əlaqəli təkcə bunu demək kifayət edər ki, İmam Cəfər Əs-Sadiq rahimallah dərisinin ağlığı görsənənə qədər bığlarını qısaldardı. Əgər Şiə məzhəbi İmam Cəfər Əs-Sadiqin yolunu təmsil edirsə, niyə bu sünnətə əməl olunmur? Bu, həm təzad, həm də səmimiyyət yoxluğunun göstəricisidir. Yox, əgər bu mövzuda Əhl-i Beyt imamlarına tabe olmaq istəmirlərsə, bari heç olmasa öz müctehidlərinə, din biliclərinə tabe olsunlar. Misal üçün, böyük Şiə alimi Xoyi mövzu ilə əlaqədar bir suala belə cavab vermişdi. Saqqalını qırxan şəxsin cəzası nədir? Bu əməlin dünyavi bir cəzası yoxdur, amma axirət cəzasına gəldikdə isə belə birisi cəhənnəm əzabına layiqdir. Saqqalını qırxan şəxsin şəhadəti, şahidliyi ümumiyyətlə qəbul olunurmu? Belə birisi fasiq sayıldığına görə onun şahidliyi qəbul olunmur. Saqqalını qırxmağa üzürlü səbəbi varsa, o halda qəbul oluna bilər. İsbal. Digər tərəfdən isbal paltarın topuqdan aşağı salınması məsələsi də diqqətə layiqdir. Hədislərin birində belə qeyd edilir. Bir gün Allah Rasulü sallallahu aleyhi və səlləm Əbu Zərə nəsiyyətində belə demişdi. Ey Əbu Zər, müminin izharı baldırının yarısında durmalıdır. Baldırından topuğa qədər düşməsində isə heç bir günah yoxdur. Bu həm səmimiyyət, həm təmizlik, həm də təvazökarlıq göstəricisidir. Cəfər Əs-Sadiq rahimullah uzun olan paltarının qısaldılmasını əmr etmiş və atasının bu cür dediyini nəql etmişdi. Paltarın topuqdan aşağı düşən hissəsi oddadır. Bu qədər açıq və şiddətli xəbərdarlıqlar qarşısında müsəlmanların bu sünnəni tərk etməsi böyük təhlükədir. Əli ibn Əbu Talib radiyallahu anhu paltarı uzun olan bir gənc görmüş və ona belə demişdi. Paltarını yuxarı qaldır, çünki bu sənin paltarının hifsi və qəlbinin təqvası üçün daha münasibdir. Həmçinin İmam Əli qeyd etmişdi ki, Uca Allahın Əl-Müdəssir surəsi 4-cü ayədə qeyd etdiyi libasını təmiz saxla əmri də məhz isbala aiddir. Libasını təmiz saxla, yəni paltarın topuqdan aşağı düşməsin. Səmə'a ibn Mehran İmam Cəfər Əs-Sadiqdən belə rəvayət edir. Bir kişi paltarını yerlə sürüyərsə necə olar? İmam buyurdu, mən kişilərin qadınlara bənzəməsini xoşlamıram. Göründüyü kimi İmam Cəfər Əs-Sadiq bu rəvayətdə kişilərin libasını, paltarının ətəyini, sürməsini qadınlara bənzəmək kimi qiymətləndirərək bundan çəkindirir. Həmçinin İmam Baqir nəql edir ki, babası İmam Əli paltar aldıqda diqqət edərdi. Əgər paltarın qolları barmaqlarını keçərdisə, onu kəsər və əgər paltarın ətəyi topuğunu keçərdisə, onu da qısaldardı. Böyük Şiə alimlərindən Sistani bu haqda belə demişdi. Adi halda belə kişilər üçün paltarın topuqdan aşağı düşməsi məkruhdur, bəyənilmir. Yox, əgər bu təkəbbürlük niyyəti ilə edilərsə, o zaman hətta haram olar. Nəticə etibarilə göründüyü kimi bu məsələ yalnız sünni mənbələrində deyil, ha belə Şiə mənbələrində də açıq şəkildə qeyd olunmuşdu. Təbii ki, yuxarıda qeyd olunan hədislər Şiə kitablarında rəvayət olunan hədislərin çox cüzi bir hissəsidir. Deməli, saqqalın uzadılması, bir əl tutumundan da az olmaması, bığın qısaldılması və kişilərin paltarlarının topuqdan aşağı düşməməsi Əhl-i Sünnətin və Şiə mənbələrinin ittifaqı ilə Peyğəmbərin sünnəsi, Əhl-i Beytin məzhəbi və dinin şərti tələblərindəndir. Bu sünnənin tərk edilməsi nə Əhl-i Beytin yolu, nə də təslimiyyət ruhudur. Əksinə, bu təhrif, laqeydlik və təəssübün nəticəsidir. Əhl-i Beyt Peyğəmbərin sünnəsinin yaşadıcılarıdır, dəyişdiriciləri yox. Bu həqiqəti bilməyənlər qoy öyrənsinlər, bilənlər isə əməl etsinlər və bilməyənlərə öyrətsinlər. Bütün bu gerçəklikləri elmsiz şiələrdən gizlədənlər və dinin bu əlamətlərini əməl edənlərə Vahabi və sair kimi ləqəblər qoyaraq onları məsxəriyə qoyanlar isə qoy utansınlar və bu məsxərə ilə əslində kimlərə lağ etdiklərini dərindən düşünsünlər. Allahdan istədiyimiz budur ki, bizi Rasulullahın və Əhl-i Beytin izində sabit qılsın, bidətlərdən və təhriflərdən uzaq etsin. Amin.